Salam Rəşad doktor, hər vaxtınız xeyir olsun. Estetik plastik əməliyyat olunmuş pasiyent mədə kisitmə əməliyyatına müraciət etdikdə siz hansı çətinliklərlə üzləşirsiniz? Sualınıza görə təşəkkür edirəm. Son zamanlar, yəqin ki, sosial şəbəkələr mənim səhifələrimi izlədikdə görürsünüz ki, estetik əməliyyatlar olmuş insanlar əvvəllər liposuction, abdominoplastika, mamoplastika, blefaroplastika, buxaq əməliyyatları, qol gərmə, ayaq gərmə və s. Yəni, bu estetik əməliyyatları mən saymaq istəməzdim. Bu əməliyyatlardan sonra mənə müraciət edirlər ki, mən mədə kisitmə əməliyyatı ilə arıqlamaq istəyirəm. Mən onlara ilk sualı verirəm ki, siz əvvəl hansı niyyətlə bu əməliyyatı etmişsiniz və sizi estetik cərrahınız sizin çəkinizə baxıb bu əməliyyata qərar verib, yoxsa ki, sadəcə sizin istəyiniz əsasında olub. Birinci bu sualları verdikdə aydın olur ki, bir qrup bizim estetik cərrahlarımız heç xəstənin bədən kütlə indeksinə baxmadan, çəkisinə baxmadan xəstənin dəri və piy təbəqəsi üzərində estetik əməliyyatlara qərar verirlər. İkincisi, xəstələr estetik cərrahlara məcbur edirlər ki, bu əməliyyatları bizim üçün edin və biz bundan sanki bədən konturlarını dəyişdirmək istəyirik, arıqlamaq istəyirik. İndi gəlin məsələyə başqa tərəfdən baxaq. Həmin bu əməliyyatlar onlara bir fayda verirmi? Təbii ki, vermir. İkincisi, gəlir bizim yanımıza əməliyyata. Mən ona laparoskopik yolla, qapalı üsulla mədə kisitmə əməliyyat etmək istəyirəm və bu zaman kamera və digər texniki vasitələri qarın boşluğuna yeritmək istədikdə mən qarın boşluğuna daxil olma yolunu belə tapa bilmirəm. Çünki bədən konturları anatomiyası dəyişdiyinə görə biz həmin portların yerini qarına daxil etdikdə sanki qarın daxili təzyiq artmış olduğundan orada işin texniki tərəfi çox çətinləşmiş olur. Və digər tərəfdən, tutaq ki, bu insanlar gəldi mədə kisitmə əməliyyatına və arıqladı. Həqiqətən də çəkisini itirdi. İtirdikdən sonra əvvəl apardıqları cərrahi əməliyyatlar heçə getmiş olur və əvvəl aparmış cərrahi əməliyyatlardan sonra dəridə yenidən deformasiya yaranır. Çünki axı arıqlayırlar. Əvvəl dəri altında piyi sovurublar, piy boşalıb, effektsiz olub, təzədən piy dolub, çapıq strukturlar əmələ gəlib. İndi əməliyyatdan sonra yenidən piy boşalır və əslində mən dəfələrlə qeyd etmişəm ki, estetik əməliyyatları, mədə kisitmə əməliyyatı olunub arıqladıqdan bir il yarım sonra etmək lazımdır ki, bütün bədən dərisi oturmuş olsun. İndi bizim yanımıza əməliyyata gəlir, bariatrik əməliyyatdan sonra bir il yarım sonra gedir estetik cərraha və bu an həmin estetik cərrah öz işinə ikinci dəfə qayıtmalı olur. Demək, bu adam bir dəfə yanlış iş görür, sonra gəlir mədə kisitməyə, daha sonra gedib yanlış işini korreks etmiş olur. Ona görə də mən üzümü tuturam bütün izləyicilərə və həmin izləyicilərə demək istəyirəm ki, əgər çəkiniz çoxdursa, bunun indeksini hesablayın. İkinci, indeksə görə qərar verin. 30-dan yuxarı indeksi olan insanlar mütləq arıqlamalı. Ya diyet, ya idman, ya bariatrik metabolik əməliyyat nəticəsində. Arıqladıqdan sonra estetik əməliyyata gedə bilərlər. Çox sağ olun doktor, sualımızı cavabladığınız üçün və ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirik. Təşəkkür ederim.